Salam əziz abituriyentlər və müəllimlər. Bu gün sizlərə Azərbaycan dilindən leksikologiya bölməsini izah edəcəm. Dərsimizə keçmədən öncə kanala abunə olaraq videolarımızı bəyənib dəstək olmağı unutmayın. İlk öncə leksikologiya sözünün mənasını qeyd edək. Leksikologiya sözünün mənası lexikos və logos sözlərinin birləşməsindən yaranıb. Lexikos söz deməkdir, logos isə təlim deməkdir. Söz haqqında təlim mənasında işlənir. Ümumiyyətlə leksikologiyada biz əsas danışacağıq sözlərdən, hansı ki fonetikada danışdıq biz səslərdən, saitlər, samitlər, ən əsas bunlardan bəhs olunur. Leksikologiyada da sözlərdən. Yəni sözün leksik mənasıdır, qrammatik mənasıdır, həqiqi məcazi mənasıdır, tək mənalığı, çox mənalığı, homonimliyi, sinonimliyi, antonimliyi və s. kimi anlayışlardan danışacağıq. İndi bir var leksika anlayışı, bir də var leksikologiya anlayışı. Dildəki bütün sözlərin cəmi leksika adlanır. Leksika dildəki bütün sözlərin cəmi mənasında işlənir. Bütün sözlərin cəmi. Deməli, dildəki bütün sözlərin cəmi adlanır leksika. Və bütün sözlərin cəmi dedikdə təbii ki, bizim dilin lüğət tərkibi nəzərdə tutulur. Yəni, leksika nəyi öyrənir desək, dilin lüğət tərkibini də öyrənir deyə bilərik. Dilin lüğət tərkibini. Ya deyə bilərik, dildəki bütün sözlərin cəmi leksika mənasına işlənir, yəni leksika nəyi öyrənir? Dildəki bütün sözlərin cəmini öyrənir. Və yaxud da bütün sözlərin cəmi elə dilin lüğət tərkibi adlanır, deyə bilərik ki, leksika dilin lüğət tərkibini öyrənir. Və leksikanı öyrənən elm sahəsinə də deyirik leksikologiya. Deməli, leksikologiya nəyə deyirik? Leksikanı, yəni dilin lüğət tərkibini öyrənən elm sahəsinə deyirik leksikologiya. Bir də leksikoloq anlayışı var. Leksikoloq da təbii ki, dilin leksikasını öyrənən şəxsə deyirik. Daha sonra keçək sözün leksik və qrammatik mənasını. Ümumiyyətlə bir söz həm leksik məna ifadə edə bilər, həmçinin də qrammatik məna ifadə edə bilər. Bəzi sözlər də var ki, onlar leksik məna ifadə etmir, sadəcə olaraq qrammatik mənası var. Və sözün leksik və qrammatik mənası nə deməkdir? Sözün birbaşa ifadə etdiyi mənaya sözün leksik mənası deyirik. Deməli, sözün birbaşa ifadə etdiyi mənaya sözün leksik mənası deyirik. Sözün birbaşa ifadə etdiyi mənaya sözün leksik mənası deyirik. Yəni, hər hansısa bir anlayışı işlədirik. Bunun birbaşa ifadə etdiyi məna, yəni o anlayışı dedikdə bizim ağlımıza ilk öncə nə gəlir? Bu olacaq da sözün leksik mənası. Məsələn, tutaq ki, deyirik ev. Ev dedikdə ağlımıza ilk öncə nə gəlir? Yaşayış üçün istifadə etdiyimiz bir obyekt gəlir. Düzdür? Deməli, bu bunun nədir? Birbaşa ifadə etdiyi mənadır və bu olacaq da sözün leksik mənası. Və sözün leksik mənasını açmağın 4 yolu var. Biri sözün məzmun, əlamət və xüsusiyyətlərini sadalamaq. Daha sonra sözə yaxın mənalı söz demək. Sözə əks mənalı söz demək. Bir də sözü əmələ gətirən tərkib hissələrini izah etmək. Bunlar nə deməkdir? Hansı ki, bizdə leksik təhlil testlərində soruşur ki, məsələn, şərtinizdə bir dənə söz verir. Bir variantınızda deyir ki, bu sözə yaxın mənalı söz budur, bu sözə əks mənalı söz budur, bu sözün mənası budur. Yəni, leksik təhlil testlərində bizdən bunu soruşur. Sözün məzmunu, əlamət və yaxud xüsusiyyətlərini sadalamaqla hansı anlayışdan bəhs olunur, biz bunu deyə bilərik. Məsələn, tutaq ki, götürək tala sözünü. Tala sözünün mənası nədir? Meşənin ortasında ağacların olmadığı ərazi. Ağacların
olmadığı ərazi. Və yaxud məsələn, vahə sözünü götürək. Vahə sözünün leksik mənasını izah etmək üçün qeyd edə bilərik ki, səhrada suyun olduğu ərazi. Və yaxud məsələn, karandaş sözünü izah edirik, yazı yazmaq üçün istifadə olunan bir vasitə, bir əşya. Və s. Yəni, ilk öncə sözün leksik mənasını izah etmək üçün ən asan yol biz nə edə bilərik? Sözün mənasını, əlamət və yaxud da xüsusiyyətlərini izah edərək onun leksik mənasını aça bilərik. Daha sonra sözə yaxın mənalı söz göstərməklə, məsələn, tutaq ki, deyirik gözəl, buna yaxın mənalı göyçək. Sözə əks mənalı söz göstərməklə, məsələn, ağ, buna əks nə deyə bilərik? Qara deyə bilərik. Və s. Sözün tərkib hissələrini izah etmək, bura aiddir düzəltmə və mürəkkəb sözlər. Düzəltmə və mürəkkəb sözlər. Niyə görə? Çünki burada tərkib hissə anlayışı deyir. Biz bilirik ki, sadə sözlərdə tərkib hissə anlayışı yoxdur. Məsələn, tutaq ki, götürək kitab sözü. Kitab sözündə heç bir şəkilsindən istifadə olunmayıb. Bütöv kökdən ibarət olan bir sözdür. Demək ki, onun tərkib hissəsi yoxdur ki, biz onun tərkib hissələrini ayırıb izah edirik. Ancaq düzəltmə və mürəkkəb sözlərdə bilirik ki, düzəltmə sözlərdə kök var və söz düzəltici şəkilsindən istifadə olunur. Mürəkkəb sözlərdə də ən azı 2 kökümüz var. Demək ki, bu sözlərdə tərkib hissə anlayışı var. Məsələn, tutaq ki, götürək balıqçı sözünü. Balıqçı. Balıqçı sözündə biz balıq sözünü izah edə bilərik. Məsələn, suda yaşayan canlı. Suda yaşayan canlı. Bu balıq sözünün izahı olar. Çığ şəkilçisini də izah etmək üçün şəkilçilərin yalnız qrammatik mənası var. Bilirik ki, çığ çığ sənət-peşə mənalı sözlər düzəldir. Sənət-peşə mənalı söz düzəldici şəkilçi. Deməli, biz balıqçı sözündə həm balıq sözünün izahını verə bilərik, həm də çığ şəkilçisinin izahını verə bilərik. Tərkib hissələrini ayırdıq. Və yaxud məsələn deyirəm istiot. İstiot sözü isti və ot sözünün birləşməsindən yaranır. İsti sözün nitq hissəsi olaraq sifət, ot sözün nitq hissəsi olaraq isimdir. Və təbii ki, əsas nitq hissələrinin həm leksik, həm qrammatik mənası var. Sifət olduğu üçün biz bunun əlamət və yaxud keyfiyyət bildirməsini izah edə bilərik. Ot da isimdir, ad bildirir, izah edə bilərik. Yəni, tərkib hissəsi var, isti və ot. Tərkib hissəsi var, balıq və çığ. Ona görə düzəltmə və mürəkkəb sözləri tərkib hissələrinə ayıraraq leksik mənasını izah etmək olar. Bu olur sözün leksik mənası. Bir də var sözün qrammatik mənası. Qrammatik məna dedikdə sözün nitq hissəsi, sualı, cümlə üzvü, nitq hissəsinin xüsusiyyətləri. Nitq hissəsinin xüsusiyyətləri. Həmçinin bura dəyişmə xüsusiyyəti də yaza bilərik. Dəyişmə xüsusiyyəti. Bunlar sözün qrammatik mənası hesab olunur. Məsələn, tutaq ki, bir dənə söz götürək və onun qrammatik mənasını izah edək. Kitab sözünü götürdük. Kitab sözü nitq hissəsi olan hansı nitq hissəsidir? İsimdir. Əgər biz kitab sözünün nitq hissəsinin isim olduğunu deyiriksə, bu artıq sözün leksik mənası olmayacaq. Çünki sözün məzmununu izah ediriksə, bəli, bu sözün leksik mənasıdır. Amma biz onu təhlil edib nələrsə tapırıqsa, bu artıq sözün qrammatik mənasıdır. Yəni, biz bu sözün ism olduğunu bilmək üçün bu sözü sual verməliyik, ad bildirdiyini bilməliyik və ism olduğunu deməliyik. Deməli, nitq hissəsini demək, artıq desəm ki, kitab sözü isimdir. Mən bu kitab sözünün qrammatik mənasını izah etmiş oldum. Və yaxud əşyadır, nə sualına cavab verir, sualını qeyd edirəmsə, yenə qrammatik mənası deməkdir. Cümlə üzvü mövqeyində isim mübtədə ola bilər, tamamlıq ola bilər və xəbər mövqeyində çıxış edə bilər. Məsələn, tutaq ki, deyirəm, kitab aldım. Nə etdim? Aldım. Xəbər. Nə aldım? Kitabı aldım. Nəyi aldım? Kitabı aldım. Burada I, U, Ü şəkilsini bərpa edə bilirik. Qeyri-müəyyən təsirli çaldı. Qeyri-müəyyən təsirli çalda ayrılıqda qeyri-müəyyən vasitəsiz tamamlıq olur. Deməli, cümlə üzvü kimi də tamamlıq mövqeyində çıxış etdi. Bu da olacaq bunun qrammatik mənası. Daha sonra nitq hissəsinin xüsusiyyətləri. İsmin xüsusiyyətləri hansılardır? Məsələn, isim tək və cəm ola bilər. Yaza bilərik ki, larlar şəkilçisi yoxdur, təkdədir. Daha sonra konkret və mücərrəd ola bilər. Kitabı görürük, toxunuruq, deməli konkretdir.
Daha sonra ümumi və xüsusi ola bilər. Kiçik hərflə yazılıb eyni cinsli əşyalara aid ümumi adları bildirir. Deməli, ümumi isimdir. Bir nitq hissəsinin xüsusiyyətlərini də izah etdik. Deməli, yenə qrammatik mənanı izah etmiş oluruq. Həmçinin dəyişmə xüsusiyyətləri. Bilirik ki, isim 4 qrammatik şəkilçi qəbul edə bilər. Cəm, mənsubiyyət, hal və xəbərli şəkilçisi. Kitablar deyə bilərik, kitabım deyə bilərik mənsubiyyət şəkilçisi. Kitabda yerli halda hal şəkilçisi ilə, kitabdır, dırdır, durdur üçüncü şəxsin təkində xəbərli şəkilçisində deyə bildik. Deməli, dəyişmə xüsusiyyətinə də malikdir. Sözün qrammatik mənası dedikdə nələr nəzərdə tutuldu? Nitq hissəsi, sualı, cümlə üzvü, nitq hissəsinin hansı xüsusiyyətlərini daşıyır və dəyişmə xüsusiyyətləri nəzərdə tutulur. Bəzən dəyişmə xüsusiyyətini elə nitq hissəsinin xüsusiyyətində də verə bilər. Bilirik ki, cəm, mənsubiyyət, hal, xəbərli şəkilçiləri bunlar elə ismin öz xüsusiyyətləridir. Bu da olur sözün leksik və qrammatik mənası. İndi biz əsas bilməliyik ki, nələrin həm leksik, həm qrammatik mənası var, nələrin yalnız qrammatik mənası var. Ümumiyyətlə bir şey bilmək lazımdır ki, hər hansısa bir anlayışın leksik mənası varsa, mütləq və mütləq qrammatik mənası var. Leksik məna varsa, mütləq qrammatik məna var. Ancaq deyə bilmərik ki, qrammatik məna varsa, hər zaman leksik məna var. Bu artıq yanlışdır. Yenə deyirəm, leksik məna varsa, hər zaman qrammatik məna var deməkdir. Çünki leksik məna var o deməkdir ki, bu artıq bir anlayışı ifadə edir. Bu bir anlayışı ifadə edirsə, deməli biz buna sual verə bilərik. Artıq sual verdiksə, deməli avtomatik bunun qrammatik mənası var deməkdir. Ancaq qrammatik mənası olan sözlərin hər biri deyə bilmirik ki, hər hansısa bir anlayışı ifadə edir. Ona görə qrammatik mənanın olmağı hər zaman leksik mənanın olmağı demək deyil. Ancaq leksik mənanın olmağı hər zaman qrammatik mənanın olmağı deməkdir. Azərbaycan dilində əsas nitq hissələrinin həm leksik mənası var, həmçinin də qrammatik mənası var. Ancaq köməkçi nitq hissələri, şəkilçilər və hissəciklər. Bunların sadəcə olaraq qrammatik mənası var. Deməli, əsas nitq hissələrinin həm leksik mənası var, həmçinin də qrammatik mənası var. Ancaq köməkçi nitq hissələrdir, şəkilçilərdir, hissəciklərdir, bunların yalnız qrammatik mənası var. Oxşarlıq hər ikisi arasında nədir? Təbii ki, əsas nitq hissələrində köməkçilərin də, şəkilçilərin də, hissəciklərin də qrammatik mənası var. Amma deyə bilmərik ki, hamısının leksik mənası var. Leksik məna sadəcə var, əsas nitq hissələrdir. Bu oldu sözün leksik və qrammatik mənası. Daha sonra sözün həqiqi və məcazi mənası. Həqiqi və məcazi məna. Sözün həqiqi mənası nəyə deyilir? Sözün ilkin ifadə etdiyi məna həqiqi məna adlanır. Sözün ilkin ifadə etdiyi məna adlanır. Sözün həqiqi mənası. Həmçinin həqiqi mənaya dominant mənada deyirik. Deməli, sözün ifadə etdiyi ilkin məna adlandı sözün həqiqi mənası. Biz buna leksik məna da deyə bilərik. Həmçinin leksik mənanın özündə də lüğəvi məna sözündən də istifadə olunur. Leksik, lüğəvi məna bunlar eyni anlayışlardır. Deməli, ilkin ifadə etdiyi məna oldu həqiqi məna. Həqiqi mənaya həmçinin sözün dominant mənası da deyə bilərik. Ancaq sonradan qazanılan törəmə məna sözün məcazi mənası adlanır. Törəmə məna. Sonradan qazanılan törəmə məna sözün məcazi mənası adlanır. Həqiqi və məcazi mənanı bilməyənlər sözün homonimliyində, təkmənalıq və çoxmənalığında problem yaşayar. Həmçinin frazoloji birləşmələrdə problem yaşayar. Ona görə sözün həqiqi və məcazi mənasını bilmək mütləqdir ki, bundan sonra keçəcəyimiz dərslərdə də daha yaxşı anlaya biləsiniz. Yox, əgər bunda problem olarsa, qeyd etdiyim kimi, frazoloji birləşmələrdə məcazi şərtdə tapa bilmərik. Daha sonra sözün təkmənalı, çoxmənalı olduğunu bilmək üçün onun məcazi mənada işlənməsini bilmək lazımdır. Sözü məcazi mənada işlətməliyik ki, həmin sözü yalnız homonim olan söz kimi götürməyək. Yəni, leksikologiyadakı anlayışlar bir-biri ilə bağlıdır. Çalışaq ki, sözün həqiqi və məcazi mənasını da əzbər şəkildə öyrənək.
Sözün məcazi mənası dedikcə sonradan qazanılan törəmə mənaya deyilir. Sözün məcazi mənasında hər hansısa bir əşyanın xüsusiyyəti, əlaməti və yaxud da hərəkəti ya digər canlı cansının üzərində köçürülür və yaxud da sadəcə bənzətməklə formalaşır. Məsələn, tutaq ki, deyirik, götürək qol sözünü. Qol sözünün həqiqi mənası, ilkin ifadə etdiyi mənası insanın qolu. İnsanın qolu. Bilirik ki, insanın qolu həqiqi mənadadır. Çünki qol sözü insanla bağlı olaraq formalaşdırılmışdır. Ancaq məcazi mənada, məsələn, tutaq ki, deyirəm, çayın qolu. Sizcə qol sözünü dedikdə ilk öncə insanın qolu ağlımıza gəlir, yoxsa çayın qolu ağlımıza gəlir? Təbii ki, ilk öncə ağlımıza gəlir insanın qolu. Deməli, ilkin ifadə etdiyi məna nə oldu? Sözün həqiqi mənası oldu. Ancaq çayın qolu bu bənzətməklə formalaşmış bir mənadır. Yəni, insanın qolu nədir? İnsanın əsas hissəsindən, bədən hissəsindən olan çıxıntı formasına, düzdür? Çayın qolu nədir? Çay öz yatağı ilə axır. Ancaq məsələn görürük ki, çayın əsas hissəsindən kənarlara hər hansısa bir çıxıntılar var və biz onlara deyirik çayın qolu. Deməli, çayın qolu insanın qoluna bənzətmə forması ilə formalaşdır. Və yaxud məsələn deyirik köynəyin qolu. Sizcə köynəyin qolu həqiqətən varmı? Xeyr. İnsanın qoluna uyğun olaraq formalaşmışdır. Deməli olacaqdır məcazi mənada. Diqqətli olmaq lazımdır. Eyni mənanı ifadə etməməlidir, ancaq yaxın mənanı ifadə etməlidir. Yəni, bənzətməklə, köçürməklə formalaşmalıdır. Məsələn, götürək insanın gözünü, bir də götürək hər hansısa bir heyvanın gözünü. Biz deyə bilərik ki, burada göz sözü çox mənalıdır. Xeyr, deyə bilmərik. Çünki insanın gözü hansı funksiyanı yerinə yetirirsə, hər hansısa bir heyvanın gözü də həmin funksiyanı yerinə yetirir. Burada heç bir dəyişmə, hər hansı bənzətmə, köçürmədən istifadə olunmuyubdur. Ona görə məsələn, onu məcazi mənada götürə bilmərik. Sonra məsələn, tutaq ki, götürək dil sözünü. İnsanın dili desək, bu həqiqi mənadadır. Daha sonra deyirik məsələn, kilidin dili. İnsanın dili bilirik ki, həqiqi mənadadır. Artıq kilidin insan kimi dili mi var? Xeyr, bu bənzətməklə formalaşdığı üçün olacaqdır məcazi mənada. Azərbaycan dilində məcazilik olur isim, sifət və feillərdə. Azərbaycan dilində məcazilik isim, sifət və feillərdə olur. Daha çox desə də feili götürürük. Təqlidi feilləri çıxmaq şərti ilə geridə qalan feillərin əksəriyyəti demək olar ki, məcazi mənada işlənir. Ona görə bir söz feildirsə, feil tərəfi varsa, yəni omonim ola bilər məsələn, amma bir mənası feildir. Yəni hər halda 70-80% testlərdə siz onu çox mənalı söz olaraq, yəni məcazi mənada işlənən söz olaraq götürün. Çünki ən çox məcaziyə malik olan nitq hissəsi dilimizdə feildir. Məsələn, tutaq ki, götürək saymaq feilini. Saymaq feili biri var, 1, 2, 3, 4, həqiqətən də sayaq. Bu olacaqdır həqiqi mənada. Amma bir də deyirik, məsələn, atasını saymaq. Burada artıq olacaqdır məcazi mənada. Çünki atasını saymaq nə deməkdir? Hörmət etmək mənasında işləndir. Biz həqiqətən atanı durub 1, 2, 3, 4 formasında saymırıq ki, olacaqdır məcazi mənada. Və yaxud məsələn, deyirəm tutmaq. Biri var, deyirəm qələmi tutmaq. Qələmi həqiqətən də əlimdədir və tutmuşum. Bu olacaqdır sözün həqiqi mənası. Amma bir də var, deyirəm sözə tutmaq. Hər hansısa bir insan təbii ki, sözü tutmaq olmur, sözü tutmaq olmur. Bu artıq nə olacaqdır? Olacaqdır məcazi mənası. Bu olur sözün həqiqi və məcazi mənası. Bir də nə düşə bilər? Məsələn, tutaq ki, deyir ki, hansı birləşmə daxilində sözü həm həqiqi, həm də məcazi mənada düşünə bilərik. Bu zaman da fikirləşmək lazımdır. Məsələn, tutaq ki, deyirəm ağır adam. Ağır adam. İki cür düşünə bilərik. Biri var xasiyyət mənasında. Sizcə xasiyyət mənasında adamın ağırı, yüngülü olur, biz onu çəkirik. Təbii ki, çəkmirik. Deməli, bu nə olacaqdır? Bu olacaqdır məcazi məna. Amma bir də var çəki mənasında ağır adam, yəni həqiqətən də çəkisi çoxdur. Bu necə olacaqdır? Bu olacaqdır həqiqi mənada. Deməli, bəzi birləşmələri həm həqiqi, həm də məcazi mənada artıq düşünə bilərik. Daha sonra sözün çox mənalılığı da elə sözün məcazi mənasından formalaşır.
Yəni siz düşünməyin ki, sözün tək mənalığı, çox mənalığı dedikdə mən fikirləşim, bu sözün bir dənə leksik mənası varsa, bu sözüm olacaq da tək mənalı, iki dənə leksik mənası varsa, bu sözüm olacaq da çox mənalı. Qətiyyən bu cür düşünmək olmaz. Sözün tək mənalıq və çox mənalığı həqiqi və məcazi məna üzərində qurulur. Əgər bir sözü məcazi mənada işlədə bilirsinizsə, mütləq sizin həmin sözünüz olacaq da çox mənalı söz. Yox, əgər məcazi mənada işlədə bilmirsinizsə, həmin sözünüz olacaq da tək mənalı söz. Məsələn, insan bədən üzvlərindən çoxu demək olar ki, çox mənalıdır. Məsələn, götürək burun sözünü, boğaz sözünü, ayaq sözünü, qol sözünü, ağız sözünü və s. Ümumiyyətlə, bunlar məcazi mənada işlənə bilir və çox mənalı sözlərdir. Buna yanaşı feillər dedik ki, daha çox məcazi mənada işlənir, çox mənalı sözlərdir. Yəni, sözün həqiqi məcazi mənasını bilirsinizsə, tək mənalı, çox mənalı sözü bilirsiniz deməkdir. Məsələn, qol sözünü işlətdik. Dedik ki, insanın qolu həqiqi mənadadır, ancaq çayın qolu, köynəyin qolu məcazi mənalıdır. Deməli, biz bunun məcazi mənasını dediksə, artıq qol sözü necə bir söz olacaqdır? Olacaqdır çox mənalı söz. Məsələn, tutaq ki, deyirəm boğaz sözünü. Tək mənalıdır, yoxsa çox mənalıdır? Necə bilməliyəm? Məcazi mənada işlədirəm. Da həqiqi mənasını işlətməyə ehtiyac yoxdur. Niyə? Çünki zaten ki, bir sözün ilkin olaraq məcazi mənasının olması qeyri-mümkündür. Bu sözün ilk öncə həqiqi mənası olur ki, əsas ifadə etdiyi leksik mənası olur ki, sonradan məcazi məna formalaşır. Ona görə bunun həqiqi mənası, mən fikirləşim ki, insanın boğazı var, qoldu həqiqi. Xeyr, məcazi mənasını fikirləşir. Həqiqi mənası mütləq və mütləq var. Məcazi mənada boğaz sözünü necə işlədə bilərik? Məsələn, tutaq ki, çəkmənin boğazı. Çəkmənin boğazı həqiqətən də varmı insan kimi? Təbii ki, yoxdur. Sadəcə olaraq bənzətmə formasında çəkmənin özündən yuxarıda olan uzun hissəsi insanın boğazına bənzətməklə formalaşıb. Ona görə deməli bu məcazi mənadadır. Məcazidirsə deməli boğaz sözümüz necə sözdür? Çox mənalı sözdür. Baxın. Əgər həqiqi mənasını düşünsəz, yanlış etmiş olarsınız. Məsələn, siz desəz ki, boğaz, bir var insanın boğazı, həqiqi mənadadır. Bir də var, məsələn, coğrafiyada boğaz. Coğrafiyada boğaz, yəni termin mənasında. İndi bu söz, bu da həqiqi mənadadır, bu da həqiqi mənadadır. İndi çox mənalı mı oldu? Çox mənalı olmağına sözümüz çox mənalıdır, amma biz bunlara görə yox, nəyə görə götürdük? Bu çəkmənin boğazı, məcazi mənasına görə biz dedik ki, bu söz çox mənalı söz. Yəni, çox mənalı soruşanda sözün həqiqi mənalarını yox, həqiqi mənalarını tapmaq. Bu deməkdir ki, bu söz homonimdir. Amma çox mənalını izah etmək məcazi mənanıdır. Artıq məcazi mənada işlədə bildirsə, deməli bu söz necə sözdür? Çox mənalı sözdür. Əgər bir söz məcazi mənada işlənə bilmirsə, məsələn, tutaq ki, götürək balıqçı sözünü. Balıqçı sözü məcazi mənada işlənə bilmir. Deməli, bu sözümüz artıq necə söz olacaq? Olacaqdır tək mənalı söz. Bu da oldu sözün tək mənalıdır və çox mənalıdır. Daha sonra omonimlər. Omonimlər leksikologiyanın əsas hissəsindən biridir. Omonimlər nəyə deyilir? Omonimin tərifini əzbər bilmək lazımdır. Yazılışı və deyilişi eyni. Yazılışı və deyilişi eyni. Lakin leksik mənaları fərqli olan sözlərdir. Leksik mənaları fərqli olan sözlərdir. Deməli, omonimlər nədir? Omonimlərin mütləq yazılışı və deyilişi eyni olmalıdır, ancaq leksik mənasında necə olmalıdır? Fərqli olmalıdır. Çox mənalı sözdə bu cür deyildir. Çox mənalı sözlərdə də düzdür, yazılış da, deyiliş də eynidir, ancaq çox mənalı sözün mənaları bir-birindən tamamilə fərqli deyildir. Orada bənzəyirdi, düzdürmü? Bənzətdiyimiz bir xüsusiyyət var idi və yaxud götürdüyümüz bir xüsusiyyət var idi. Ancaq omonimlərdə yaxından, uzaqdan az da olsa məna bağlılığı olmamalıdır. Yenə deyirəm, məna bağlılığı varsa çox mənalıdır. Məna bağlılığı yoxdur, tamamən fərqli anlayışları ifadə edirsə, bu sözlərə deyəcəyik omonimlər. Həmçinin omonimlər eyni və müxtəlif nitq hissəsi ola bilər. Müxtəlif nitq hissəsi ola bilər. Məsələn, tutaq ki, deyirik bit sözünü. Bit sözü biri var həşərat mənasında, bir də var bitmək, fiil mənasında. Həşərat mənasında
Hansı nitq hissəsi? Nitq hissəsi olaraq isimdir. Amma bitmək nitq hissəsi olaraq hansı nitq hissəsidir? Feildir. Məsələn, tutaq ki, deyirəm, bit heyvanlara daraşdı. Nə? Bit. Burada ismin sualına cavab verdi, isimdir. Bir də var, deyirəm ki, yazda əkdiyimiz bitkilər artıq bitmişdir. Yəni, əmələ gəlmişdir, canlanmışdır, yekəlmişdir. Sizcə, indi həşərat bitlə hər hansısa bir bitkinin bitməyi arasında yaxından, uzaqdan hər hansısa bir məna bağlılığı var? Təbii ki, bir məna bağlılığı yoxdur. Deməli, artıq biz bunu necə götürəcəyik? Omonim olan bir söz götürəcəyik. Həmçinin də digərlərində müxtəlif nitq hissəsi olması anlayışı yoxdur. Ancaq omonimlərdə eyni nitq hissəsi də ola bilər, müxtəlif nitq hissəsi də ola bilər. Məsələn, tutaq ki, götürək bal sözünü. Bal sözü biri var nəticə mənasında. Məsələn, tutaq ki, deyirik filan kəs imtahanda 500 bal toplayıb. Bu mənanı götürək. Bir də var, deyirik rəqs gecəsi mənasında. İndi bu mənasında nitq hissəsi olaraq isimdir, bu mənasında nitq hissəsi olaraq isimdir. Deməli, artıq bu necə omonimdir? Eyni nitq hissəsinə aid olan omonimdir. Eyni də oldu, müxtəlif də nitq hissəsi ola bilir. Və omonimlərdə əsas xüsusiyyət hansıdır? 5 anlayış var ki, omonimləri, həmin sözləri omonim götürmək olmaz. Omonim deyil. Hansılardır? Uzanmasına görə fərqlənən sözlər, vurğusuna görə fərqlənən sözlər, daha sonra bir hərf fərqi ilə fərqlənən sözlər, şəkilçi qoşduqdan sonra eyniləşən sözlər, və bir də ümumi ismin xüsusi ismə keçməsi. Biz bunları omonim olaraq götürürük. İndi uzanmasına görə fərqlənən sözlərdir və vurğusuna görə fərqlənən sözlərdir. Bunları niyə omonim olaraq götürmürük? Çünki bu sözlərin deyilişi tamamilə fərqlidir. Məsələn, uzanmasına görə fərqlənən bir dənə söz götürək. Nərə sözü. Nərə sözünün birini tələffüz edəndə nərə, bu cür deyirik. Birini tələffüz etdikdə nərə, bu cür deyirik. Baxın, nərə, nərə. Amma biz omonimlərin tərifində nə dedik? Yazılış deyin olmalıdır, deyiliş deyin olmalıdır. Bu sözlərdə deyiliş fərqi olduğu üçün artıq bu sözlər omonim olmaz. Yoxsa hər ikisi nərə formasında yazılır. Mənalar da tamamilə fərqlidir. Biri qışqırmaq mənasını ifadə edir. Bir də balıq növünü ifadə edir. Tamamilə fərqli mənalardır. Ancaq omonim olaraq götürmədik. Niyə? Çünki tələffüz formaları eyni deyil. Daha sonra vurğusuna görə fərqlənən sözlər. Yenə tələffüz forması eyni olmur. Məsələn, tutaq ki, götürək lirik sözünü. Birini deyirik lirik, birini deyirik lirik. İkisi də eyni yazılır mı? Lirik formasında yazılır, düzdür. Biri dedikdə lirik, kim şəxs nəzərdə tutulur? Biri dedikdə lirik, necə əsərin yazılma forması nəzərdə tutulur, növü nəzərdə tutulur. Biri əsərlə bağlıdır, amma biri əsəri yazan şəxslə bağlıdır. Fərqli anlayışlar ifadə edir. Ancaq deyiliş eyni olmadığı üçün yenə biz bu sözləri omonim olaraq götürmürük. Daha sonra bir hərf fərqi ilə fərqlənən sözlər. Məsələn, tutaq ki, atlas və atlas sözlərini götürək. Bu sözlərin ümumiyyətlə yazılışı eynidirmi? Xeyr. Birini s ilə yazmışıq, birini z ilə yazmışıq. Ona görə bir hərf fərqi olan sözləri də omonim olaraq götürmək olmaz. Məsələn, biz bilmirik ki, s ilə yazılıb, z ilə yazılıb, bəlkə ikisi s-dır, bəlkə ikisi z-dır. Yada saxlayın, əgər xəritələr toplusudursa, coğrafiyada, toplusu sözündə baxın s var. Onunla yada saxlayın ki, atlas s ilə yazılır, amma parça növü mənasında necə yazılacaq? Z ilə yazılacaq. Yenə deyirəm, bunların da yazılışı uymur, ona görə omonim götürmək olmaz. Məsələn, hərf sözünün özü də aiddir. Biz bura bir dənə i əlavə etsək, hərif. Bir də var hərf.
Hərf bilir ki, pis xislətli insanlara deyilir. Hərfdə istifadə etdiyimiz hərflərdən söhbət gedir. Ancaq bir hərf fərqi var. Və yaxud məsələn mətin, bir də var mətn. Mətn bilirik ki, hər hansısa bir yazılı nitqin bir parçasıdır. Ancaq mətn iradəli, dözümlü mənasında işlənir. Ona görə omonim olmur, bir hərf fərqi var. Daha sonra şəkilçi qoşduqdan sonra eyniləşən sözlər. Məsələn, bir var deyirəm şirin çay, bir də var deyirəm şirin gücü. Şirin çay dedikdə, şirin bütöv kökdən ibarətdir, düzdürmü? Amma şirin gücü dedikdə, şir heyvandan söhbət gedir. Ön-onun şəkilçisi də yəli çalın şəkilçisidir. Deməli, şir isminə ön-onun yəli çalın şəkilçisini qoşduqda, şirin sifəti ilə yazılışı və deyilişi oxşar oldu, düzdürmü? Niyə görə omonim olaraq götürmürük? Omonimlər başlanğıc forma ilə müəyyən olunur. Şirin çayda başlanğıc forması şirindir. Amma şirin gücündə başlanğıc forması şirdir. İndi şirlə şirin sizcə omonim ola bilərmi? Təbii ki, olmaz. Ona görə şəkilçi qoşduqdan sonra eyniləşən sözlərdə omonim olaraq götürmək olmaz. Daha sonra ümumi ismə xüsusi ismə keçməsi. Məsələn, tutaq ki, lalə hər hansı bitkinin adıdır. Biz bunu hər hansısa bir uşaq dünyaya gəldi, adı verdik ona. Burada nə oldu? Biz əslində o uşağa niyə görə adı verdik? Lalə gözəl bitki olduğumuz üçün istədik ki, onun kimi gözəl mənasını ifadə etsin. Yəni, əslində o övladımızın adını bənzətdik, biz övladımızı bənzətdik daha doğrusu. Ona görə bənzətməklə formalaşır. Burada da yenə omonimlik götürməliyik. Həmçinin asan bir variant deyim. Bilirik ki, dedik ki, omonimlərin yazılışı eyni olmalıdır. Lalə ümumi isim kimi kiçiklə yazılır. Ancaq xüsusi isim kimi hər zaman böyük hərflə yazılmalıdır. Bundan da rahatlıqla müəyyən edə bilərik ki, ümumi ismin xüsusi ismə çevrilməsində omonimlik götürmək olmaz. Daha sonra məsələn, biraz omonimlərdən nümunə deyək. Məsələn, götürək əqrəb sözünü. Əqrəb sözü biri var canlı mənasında, bir də var saatın əqrəbi mənasında. Deməli, omonim olan bir sözdür. Məsələn, yay sözünü götürək. Biri var xəmir yaymaq, həqiqi mənadadır. Bir var məsələn, söz yaymaq, bir də var yay fəsli. İndi bu söz iki cürdə oldu. Bayaqlarım dediyimiz boğaz sözü kimi. Xəmir yaymaq və söz yaymaq. Xəmiri yaymaq həqiqi mənadadır, amma sözü yaymaq məcazi mənadadır. Deməli, burada yay sözləri çox mənalı söz kimi işlənir. Amma xəmiri yaymaq həqiqi mənadadır, yəni yay feili. Bir də yay fəslini götürsək isim kimi, bunlar artıq ikisi də həqiqi mənadadır, deməli olacaqdır omonim söz. Və yaxud məsələn, götürək bar sözünü. Bar sözü biri var ağacın barı, məhsulu mənasında. İlk hissəsi olan isimli həqiqi mənadadır. Bir də var əyləncə məkanı, gecə klubu mənasında. Bu mənası da həqiqi mənadadır. Artıq götürürük bar sözündə omonim olan bir söz. Sonra məsələn, tutaq ki, götürək inci sözünü. Biri var təmiz, sağ, mirvar mənasında. Bir də var kimdənsə inci, küs mənasında, yəni feil mənasında omonim bir sözdür. Bir də bir şeyi qeyd edeyim. Dedik ki, feillərdə çox mənalılıq çoxdur, yəni məcazi mənada çox işlənir. Həmçinin omonimlik də çoxdur. Əgər hər hansısa bir sözün sonuna maqmət deyə bildiksə, həmin söz feildən omonimlik təşkil edir. Məsələn, at sözü var, sonuna maqmət desək atmaq. Feil olaraq da nitq hissəsi var. Artıq müxtəlif nitq hissəsi siz burada həqiqi məcazi axtarmayın. Müxtəlif nitq hissələri nə olur? Omonim olur. Və yaxud məsələn, it sözünü götürək, itmək. Qan sözünü götürək, qanmaq. Sonra bit sözünü götürək, bitmək. Sonra məsələn, qaz sözünü götürək, qazmaq. Yəni, hər birində özündən sonra maqmət deyə bildik, deməli, omonimliyi olan sözlərdir. Növbəti dərs sinonimlər, antonimlər və həmçinin arxaizmlər, dialekt sözlər, frazeoloji birləşmələr haqqında məlumat verəcəm. Sağ olun, sağlıqla qalın.